Salam hörmətli subbakalavralar, xoş gördük sizi. Mən bu dəfə neft və qaz yataqlarının istismarı ixtisasından danışacağam. Kolleclərdə 040-505 kodu altında verilən ixtisasdan danışacağam. Neft və qaz yataqlarının istismarı ixtisası iki ixtisasa verə bilər. Neft-qaz mühəndisliyinə, bir də mədən mühəndisliyinə. Neft-qaz mühəndisliyi Azərbaycanda 4 universitetdə tədris olunur. Biri ADNUS-udur. ADNUS-da bilirsiniz ki, öz nəzdində olan kollecin tələblərini qəbul edir və ADNUS-da test balları yüksək test balı yığanlar ADNUS-unu yazır deyə orada keçən il subbakalavr qəbulu həyata keçirilməyib. Azərbaycan Memarlıq İnşaat Universitetində keçən il subbakalavr qəbulu həyata keçirilmişdi. Neft-qaz mühəndisi ixtisası üzrə 91.1 balla ödənişli qəbul həyata keçirilmişdi. Həmçinin Sumqayıt Dövlət Universitetində 83.4, Xəzər Universitetində isə 51. 51 bilirsiniz nədir? Ən minimum keçid balıdır. 51 baldan həm də tədris ingilis dilində subbakalavr qəbulu həyata keçirilmişdi. Bu nəyə aiddir? Neft və qaz yataqlarının istismarı ixtisasını kollecdə bitirənlərə, amma 040-505 kodu altında. Mədən mühəndisliyi isə bu da 3 universitetdə həyata keçirilir. Birincisi Bakı Dövlət Universitetidir. Keçən Bakı Dövlət Universitetinə 70.7 balla ödənişli, 71.2 balla isə ödənişsiz subbakalavr qəbulu həyata keçirib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bilirsiniz ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ancaq nəzdində olan kollecin tələblərini qəbul edir. 74.9 balla ödənişsiz formada tələbə qəbulu həyata keçirmişdi. İkinci bir məsələ isə Azərbaycan Texniki Universiteti ki, 51 balla ödənişli, 59.4 balla isə ödənişsiz tələbə qəbulu həyata keçirmişdi ki, burada da Texniki Universitetdə həmçinin öz nəzdində olan kolleclərin tələblərini qəbul edir. İxtisas seçimi və digər məsələlər üçün 051 346 14 38 mobil nömrəmlə əlaqə saxlaya bilərsiniz. Uğurlar.